Allah üçün olan sevgi, insan qəlbinin ən saf, ən təmiz duyğusu Allah üçün olan sevgidir. Bu sevgi nə adi bir hissdir, nə də ötəri bir duyğu. Bu insanın yaradılışına yazılmış bir nurdur. Rəbbinə doğru açılan gizli bir yol, görünməz bir körpüdür. Bu sevgi səssiz olar, səs salmaz, amma ruhun ən dərin qatlarında danışar. O sevgi ilə bir qəlb bir başqa qəlbi sevirsə, bu sevgi zamanla solmaz. Çünki kökü əbədiyyətə bağlıdır. Dünya dəyişsə də, illər ötüb getsə də, Allah üçün sevilən bir insan qəlbdə yaşayır. Dua ilə, xatirə ilə, göz yaşı ilə. Allah üçün olan sevgi təkcə insanı deyil, əməli də gözəlləşdirir. Sən bir yetimin başını sığallayırsansa, qarşılığı üçün deyil, Allah rızası üçün sığallayırsan. Bir qəlbi ovdurursansa, alqış üçün deyil, Rəbbinin razılığı üçün. Sevdiyin birini bağışlayırsansa, ego üçün deyil, əfv edən Rəbbinə yaxın olmaq üçün bağışlayırsan. Bu sevgidə yeri yoxdur, qürura, nifrətə, riyaya. Bu sevgi dua kimidir, səssiz amma göyə yüksələn. Bu sevgi səcdə kimidir, bədən yerə əyilsə də ruh yüksəlir. Bu sevgi Quran ayəsi kimidir, oxunduqca qəlb yumşaldar. Kim birini Allah üçün sevərsə, Allah da onu sevdiklərini sevdirər. Çünki Allah üçün olan hər bir sevgi nəfsdən deyil, nurdandır və bu nur sahibinin Rəbbinə aparır. Allah üçün sev, Allah üçün yaşa, Allah üçün unut, Allah üçün xatırla. Çünki əbədi olan tək sevgi budur. Allah üçün olan sevgi Abu Muaz.